Güvən nəşrlərinin yeni çıxartdığı sınaqlar toplusunda sınaq 1-də verilən ekranda gördüyünüz qəbul tipli sual izahına sizlərlə bir yerdə baxaq. Şərtdə deyilir ki, x oxu boyunca düz xətli bərabər təcilli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 9-cu saniyənin sonunda bu cismin sürətinin modulunu hesablayın. Deməli, gördüyünüz kimi qrafikdə aydındır ki, hərəkət düz xətli bərabər təcilli hərəkətdir. Burada bizə başlanğıc sürət verilmişdir. V0x 30-dur. 3-cü saniyənin sonunda son sürət Vx 12 verilib. V0x bərabərdir 30-a, Vx da bərabərdir 12-yə. T-də 3-dür. Mən buradan təcili tapacağam. Ax bərabərdir Vx çıx, V0x bölək T. Yerinə yazsaq Vx 12, V0x 30-dur. Bölək T'miz də 3-dür. 12-dən 30 çıxanda qalır mənfi 18. Mənfi 18-də 3-ə böləndə mənfi 6 alacağıq. Artıq biz 9-cu saniyənin sonundakı sürəti tapa bilərik. Vx bərabərdir V0x üstə gələk Ax vuraq T düsturundan. Gəlin yerinə yazaq. V0x bayaqları qeyd etdik ki, 30-a bərabərdir. Burada yerinə yazaq. 30 üstə gəlinsin Ax-a mənfi 6 tapdıq. Vuraq T'miz də 9-dur. Deməli olacaq 30 üstə gələk, mənfi 6-nı 9-a vuranda mənfi 54 eləyir. Buradan da alacağıq cavab mənfi 24. Fikir versəz şərtdə sürətin modulunu hesablayın deyir. Mənfi 24-dən də modulda 24 çıxacaq. Cavab olacaq D bəndi.